Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən əsaslı tikinti və təchizat MMC-nin keçirdiyi tender müsabiqəsinin qalibi Diler İnşaat GSC olub. Yenavaz.com xəbər verir ki, Nazirlik Lənkəran şəhərində yerləşən dairəvi qalanın bərpası işlərinin satın alınmasına görə Diler İnşaat GSC-yə 1.872.243 manat ödəyəcək. Qeyd edək ki, tender müsabiqəsinin qalibi olan Diler İnşaat GSC 28 oktyabr 2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Yasamal rayonu Moskva prospekti ev 73A-da yerləşən GSC-nin nizamnamə kapitalı 2010 manat təşkil edir. GSC-nin qanuni təmsilçisi Süleymanov Elxan Füzuli oğludur. Onu da bildirək ki, Diler İnşaat GSC-nin sahibi millət vəkili Ülvi Quliyevin oğlu Orxan Quluzadədir. Məlumat üçün qeyd edək ki, Lənkəran şəhərindəki dairəvi qala 1747-1786-cı illərdə Nadir Şahın göstərişi ilə Avropalı mühəndislər və Təbrizdən gətirilən ustalar tərəfindən inşa edilib. Qala 1869-cu ildən 1970-ci ilədək həbsxana kimi istifadə edilib. Buna görə də el arasında dairəvi qala, zindan qala kimi də tanınır. İosif Stalin 1903-1904-cü illərdə poçt qatarının qarətinə görə tutulduqdan sonra bir müddət burada saxlanılıb. Dairəvi qalada 1970-1990-cı illərdə tikiş fabriki fəaliyyət göstərib. Abidə 3 mərtəbədən ibarətdir. Tikilinin hündürlüyü 20 metr, diametri 72 metr, divarının qalınlığı aşağıda 2,8 metr, yuxarıda 1,5 metrdir. Qalanın divarları və döşəməsi qırmızı kərpicdən hörülüb. Dam örtüyü isə kiremiddəndir. 2006-cı ildə yerli əhəmiyyətli memarlıq abidəsi olan qalada təmir bərpa işləri aparılıb.